Mərhəmətli və rəhimli Allahın adı ilə. Allah Quranda bildirir ki, insan öldükdən sonra ona belə yalvarır: Allahım, məni dünyaya geri qaytar, qoy boşuna keçirdiyim o ömrü yenidən yaşayaraq möminlərdən olum. Allah isə həmən insanın yalan dediyini bildirir. Düşünürsən ki, axı necə ola bilər ki, bir insan o məqamı görsün, yaşasın və sonra da dediyi sözün üstündə durmasın? İndi isə gəlin buna nümunə olaraq günümüzdəki bəzi məqamlara nəzər salaq. Məsələn, bəzən elə olur ki, insan qorxulu bir yuxu görür və aylaraq gecə söz verir ki, sabahdan artıq namaza başlayacağam. Yaxud ağır bir xəstəliyə düşür və ya həbs olunur. Söz verir ki, bundan qurtulunca mütləq artıq tövbə edəcəm. Həmən insana sonra isə baxırsan ki, həqiqətən də o dediyini unutdu və öz vədinə sadiq qalmadı. Allah daha sonra Quranda bizə də bildirir və xəbərdarlıq edir ki, ey insan, unutma, ölüm səni də hər an yaxalaya bilər.